Nəfəsi və ustalığı həqiqətən çox yerindədir və inşallah ki, Laçın aşıqlığına bax, bu böyük ustalardan sonra şöhrət qazandıracaq. Cabbar kişinin fərdindən ortaya çıxıb, Cabbar kişiyə də bağlılığı çoxdur. Görəcəksiniz, indi o deyəsən, burada bir ifa yazır, mən xahiş edirəm, o iki ifa Soluğu da oxuyarsan, istəyərsən. Əbdülrəhmin sözünü oxumasan, umma yaxındır, bəlli yoxdur. Kimin sözü oldu oxu, amma cəmaat sənin səsini işitsin. Sıradan aşıq deyil, bu aşığı qorumaq lazımdır. O el, öz soy düğünlərinə belə aşıqları çağırsınlar ki, onlar da həvəslənsinlər. Meydan sənindir. Mən çox sağ ol bu böyük təqdimata görə. Mən də hər kəs salamlayıram. Aşır Abdülhəli, qardaşım səni təbrik edirəm. Gün olsun, bayaq da deyildi, Laçında deyildi. Mənim müəllimlə mənim bir Laçın səfərim olub. Artıq yolun yarısı müəllimlərin gəlmişsiniz. Gün olsun, Laçında görüşürüz. Sizin bu tədbirin gözəlliyinə bilsəydim bir güt də göz gətirərdim. Dostların qəlbini isitmək üçün inan, kipriyində boy gətirərdim. Burada şair gördüm bir əhval. Qocası, cavanı, başda pürkəmal. Sizinlə danışmalar qalmamaq üçünlər, inan ürək dolu söz gətirərdim. Poladaoğlu yenə söz məclisində, dolandı dostların göz məclisinə. Aşurun bayın, Məhərrəm müəllimin, Əbdülhəlimin, ustadlarının, Atıfan müəllimin söz məclisinə bilsəydim bir neçə dənə teli saz gətirərdim.
ustadına da bərək alın. Həqiqətən bu istedadı ortaya gətirdiyi üçün o kişiyə təşəkkür edirik. Bu kişiyə amma ustadın odur, bərək alın. Mən məəttəl qaldım, sən Göyçəgöldə çıxdın və yanında da bu kişiyi görürsən. Bundan sonra Göyçəgöldə umaq gəlir.